Şah İsmail 12'lik yayıb qılıncla. Ən böyük soyqırım o hərəkatın olub səfərləri. Sadəcə çoxsu bunu susur. Gəlib məsələn alırdılar kəndi, qəbul eləmirdilərsə 12-ni pişirirdilər imamı qazanda, yedirirdilər onlara. Görəsən üstünə yumurta da vurub yirmiş bu adamların, çox maraqlı gəldi. Yəni gülürəm, amma həqiqətən əsəbdən gülürəm. Necə ola bilir ki, bir din xadimi ictimai bir yerdə, insanlara xitab edən bir yerdə, xüsusən də bunu paylaşıblar həm də, Azərbaycanın görkəmli bir şəxsiyyətini haqqında qeydsiz, qaynaqsız məlumatlar verir və insanlara yanlış informasiya çatdırır və məncə bu tərz insanlardan məsuliyyətə cəlb olunmalıdır. Mən onu deyə bilərəm ki, Şah İsmail Azərbaycan böyük şəxsiyyətidir və bu sözlərimi bizim cənab prezidentin çıxışı ilə bitirmək istəyirəm. Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmail Xətainin